Salam arkadaşlar, necəsiz? Nə var, nə yox? Deyəcəksiniz ki, Rəşid müəllim hara yoxa çıxıbdı? Çoxdandır görünmür. Təbii ki, Məntiq platformasının üzərində işləyirdim. Məntiq Online adlı bir saytda yerləşdirilibdir bütün məlumatlar. Belə ki, elə bir dövrə çatmışıq ki, hamı pulsuz, ucuz qiymətə hazırlaşmaq imkanı axtarır. Və Məntiq platforması bu tələblərinizi qarşılayacaq bir platformadır. Dərslər burada ardıcıl şəkildə bir neçə proqram üzrə yığılıb. İstər dövlət qulu proqramı üzrə hazırlaşa bilərsiniz, magistratura proqramı üzrə hazırlaşa bilərsiniz. Məntiqdə məsələlərin həllini ayrıca öyrənə bilərsiniz. Bu şəkildə bir neçə hazır proqramı orada yerləşdirmişəm. Sizə lazım ola biləcək bütün test tipləri orada mövcuddur. Siz həm girib platformamızda dərsləri öyrənirsiniz, ondan sonra möhkəmlətmək üçün testlərlə məşğul olursunuz. Hədəflər qoyursunuz, hədəflərinizə çatanda siz sertifikatla tərtib edir sistem. Yəni, marağı olan hər bir kəs üçün çox rahat bir sistemdir. Yararlanmağınızı tövsiyə edirəm. Zaten növbəti sezonda hazırlıq üçün müraciət edənlərin də paralel olaraq istifadə edəcəyi bir sistem olacaqdır. Xeyirli uğurlu olsun deyirəm. Heç nə, mənim verəcəyim məlumat bu qədər. Hələlik sağlıqla qalın, xoşça qalın və Məntiq platforması ilə bağlı nə fikirləriniz olsa onları yazmağınızı istərdim sizdən. Sağ olasınız, dinlədiyiniz üçün təşəkkür edirəm.